Salam xanımlar. Bugün mənimlə birlikdə kosmetik şkafımı təmizləməyə nə deyirsiniz? Etiraf edim ki, kosmetika çox olduqda zamanla bu şkaf əsl xaosa çevrilir. Hər şeyi dağıtmaq və yenidən daha səliqə ilə yerləşdirməyin vaxtı gəldi. Gəlin bu prosesi birlikdə həyata keçirək. Əvvəlcə bütün rəfləri boşaldıram. Hər şeyi təmizlədikdən sonra isə ən xoş hissə başlayır. Yerləşdirmə hissəsi. Şkafımı düzəldərkən sizə burada ən sevdiyim fabellik məhsullarını ön planda yerləşdirərək göstərirəm. Bunlardan mənim ən çox bəyəndiyim ağız yaxalayıcı bubble spreydir. O qədər gözəl, xoş qoxusu var ki, həqiqətən xanımlar fabellik məhsulları tamamilə möhtəşəmdirlər. Məhsullarımı səliqə ilə boşaldıram, istifadə etdiyim vasitələri şkafımın içini təmizləyirəm. Bu gün həm də aylardır istifadə etmədiyim, amma bəlkə lazım olar deyə saxladığım əşyalarla da vidalaşmaq vaxtıdır. Çünki minimalizm sadəcə bir trend deyil, biraz da yüngülləşməkdir. Bilirsiniz, mən hər dəfə şkafımdan artıq işlətmədiyim əşyaları çıxaranda sanki çiyinlərimdən bir yük qalxır. Biz bəzən əşyaları yox, özümüzü məhdudlaşdırırıq. Bu gün atdığımız və ya bəxş etdiyimiz hər lazımsız əşya həyatımıza gələcək yeni və gözəl şeylər üçün bir dəvətnamədir. Bəs siz xanımlar, kosmetika şkafınızı ayda neçə dəfə təmizləyirsiniz? Sizin kosmetika şkafınızda mənimki kimi xaosa çevrilir, yoxsa yox? Mən kosmetika şkafımı ayda 2 dəfə təmizləyirəm, amma əməlli xaosa çevrilir. Ən sevdiyiniz məhsul hansıdırsa, zəhmət olmasa yorumlarda bizimlə bölüşərsiniz. Hələlik izləmədə qalın.